Salam, bugünkü dərsimiz sintaktik əlaqələrdir. Söz birləşməsi və cümlədə qrammatik bağlılıq sintaktik əlaqə adlanır. Sintaktik əlaqənin iki növü var. Bunlardan biri tabesizlik əlaqəsi, digəri isə tabelik əlaqəsidir. Tabesizlik əlaqəsi həmcins üzvlər və tabesiz mürəkkəb cümlənin arasında olur. Tabesizlik əlaqəsində əsas və aslı tərəf olmur. Ona görə iki başlı oxla göstərilir. Hissələri tərkib hissələrə bərabər hüquqlu olur. Biri digərini izah eləmir, biri digərini aydınlaşdırmır, biri digərini aslı vəziyyətdə olmur. Burada deməli bir xeyli nümunələr yazmışam. Gəlin baxaq. İlk növbədə baxaq həmcins üzvlər nədir? Bu dərslərə keçməyimizdə var. Sadəcə qısa ümumi bir məlumat verim. Həmcins üzvlər eyni suala cavab verən, eyni cümlə üzvü olan və eyni cümlə üzvü ilə bağlı olan sözlərdir. Deyirəm ki, o kitabını, dəftərini masadan götürdü. Nə etdi? Götürdü. Kim o? O nəyi götürdü? Kitabını, dəftərini. Gördüyünüz kimi eyni suala cavab verdi. Eyni cümlə üzvü oldu, tamamlıq və xəbərlə bağlıdır. Kitabını götürdü, dəftərini götürdü. Gördüyünüz kimi. Sonra deyirəm ki, Novruz bayramında şəkərbura, paxlava, qoğal bişirirlər. Nə edirlər? Bişirirlər. Nəyi bişirirlər? Şəkərburanı, paxlavanı və qoğalı. Gördüyünüz kimi burada da sadalanma var. Sadalanma varsa, deməli həmcins üzvlərdən söhbət gedir. Aralarında vergül qoyulub, intonasiya ilə bir-birinə bağlanıblar. Burada da eyni suala cavab verdilər, tamamlıq oldular və eyni cümlə üzvü ilə bağlı oldular və bunlara həmcins üzvlər deyirlər və burada tabesizlik əlaqəsi olur. Eyni zamanda tabesiz mürəkkəb cümlənin arasında da tabesizlik əlaqəsi olur. Məsələn, deyirəm ki, maşın dayandı, adamlar maşından düşdü. Və gördüyünüz kimi, yenə bir-birindən asılı deyil, ona görə iki başlı oxla göstəriləcək, bərabər hüquqludur. İki dənə sadə cümlənin birləşməsindən bir dənə mürəkkəb cümlə, tabesi mürəkkəb cümlə yaranıb. Biri digərini izah eləmir, bir tərəfdən digərinə mən sual vermirəm. Gördüyünüz kimi çox rahatdır, yəni. Maşın dayandı, cümləni bitir, adamlar maşından düşdü. Bu iki cümlə arasında tabesizlik əlaqəsi var və yaxud külək əsdi, ağacdakı yarpaqlar yerə töküldü. Burada da həmçinin tabesi mürəkkəb cümlə olduğuna görə arasında tabesizlik əlaqəsi olacaq. Həm həmcins üzvlər arasında, həm də tabesi mürəkkəb cümlə arasında tabesi əlaqəsi olur. Sonra tabelik əlaqəsi haqqında danışım. Tabesizlik əlaqəsindən fərqli olaraq bunun əsas və aslı tərəfi olacaq. Ona görə də bir başlı oxla göstəriləcək. Ox aslı tərəfdən əsas tərəfə yönələcək. Amma uzlaşma əlaqəsində bir qədər fərqli olur. İdarə və yanaşma əlaqəsində birinci tərəf asılıdır, ikinci tərəf əsasdır. Bir dənə uzlaşma əlaqəsində bu fərqlidir. Uzlaşma əlaqəsində birinci tərəf əsas, ikinci tərəf isə asılı olacaq. Bunu yadda saxlayın. Uzlaşma əlaqəsində fərqlidir. Və hər birini, yəni tabelik əlaqəsinə aiddir bunlar. Üç yerə bölünəcək. Uzlaşma, idarə və yanaşma. Bunların hər biri demək olar ki, müxtəlif göstəricilərlə fərqlənirlər. Uzlaşma əlaqəsinin göstəricisi xəbərlik şəkilçiləridir, bir də mənsubiyyət şəkilçiləridir. Və bunlar olurlar asılı tərəfdə, yəni ikinci tərəfdə. Sonra idarə əlaqəsinin göstəriciləri hal şəkilçiləridir. Harda hal şəkilçisi gördünüz, idarə əlaqəsi adlandıra bilərsiniz. Yanaşma əlaqəsinin isə göstəricisində hər hansısa bir qrammatik şəkilçi olmur. Yəni siz orada hal şəkilçilərini, xəbərlik və mənsubiyyət şəkilçilərini görmədiyiniz vaxt onu yanaşma əlaqəsi deyə bilərsiniz. Onu deyim ki, uzlaşma əlaqəsində xəbərlik şəkilsi istifadə olunur mübtəda və xəbər arasında. Əgər cümlədə mübtəda və xəbəri görürsünüzsə, birinki arasında uzlaşma əlaqəsi var. Məsələn, mən gəldim, sən gəldin, o gəldi, biz gəldik, siz gəldiniz, onlar gəldi şəklində, gəldilər şəklində olmuş olur. Gördüyünüz kimi, mən burada xəbəri şəkilsini istifadə etmiş oldum. Bir də mənsubiyyət şəkilçilərini görəcəksiniz. Daha çox ismi birləşmələrdə bunu görəcəksiniz. Orada deməli, mənsubiyyət şəkilsini bilirsiniz ki, istifadə edilir və bu vaxt bilin ki, uzlaşma əlaqəsi var. Deyirəm ki, kitab səhifəsi. Baxın.
Bu söz birləşməsidir, ismi birləşmədir və mən görürəm ki, burada mənsubiyet şəkilçisi var. Deyirəm ki, mənsubiyet şəkilçisi varsa, deməli uzlaşma əlaqəsindədir. Və görürəm ki, bu qeyri-müəyyən yiyəlik haldadır. Halda burada mən bilirəm ki, burada idarə əlaqəsi var. Bu qədər bəsitdir. Hal şəkilçiləri, yəni onun qeyri-müəyyəni də idarə əlaqəsinə aiddir. Qeyri-müəyyən yiyəlik, qeyri-müəyyən təsirlik idarə əlaqəsinə aid olmuş olacaq. Və ya deyirəm ki, kitab aldım. Nə etdim? Aldım. Nə aldım və yaxud nəyi aldım? Baxın, buna bir nəyi sualını vermək olur. Burada mən görürəm ki, bu qeyri-müəyyən təsirlik haldadır. Əgər qeyri-müəyyən təsirlik haldadırsa, deməli bu idarə əlaqəsindədir. Burada uzlaşma əlaqəsi yoxdur, çünki mübtədamı verməyiblər. Mübtədanı versinlər, deyim ki, bəli, uzlaşma əlaqəm də var. Məsələn, yazıram ki, bura, mən kitab aldım. Nə etdim? Aldım. Kim? Mən. Artıq mübtədam var. Buna görə deyirəm ki, bəli, mən uzlaşma və idarə əlaqəm var. Bu qədər bəsitdir. Həm deməli, xəbərlə mübtəda arasında uzlaşma əlaqəsi olur, həm də ki, ismi birləşmələrdə mənsubiyyət şəkilçisi olan hissələrdə deməli uzlaşma əlaqəsi olur. Hal şəkilçiləri idarə əlaqəsinə aiddir. Gəlin yanaşma əlaqəsinə aid bir dənə cümlə yazım. Sizə daha rahat olacaq, daha rahat başa düşəcəksiniz. Belə deyək ki, yanaşma əlaqəsi bütün zərfliklər arasında olur. Bir dənə yanaşma əlaqəsində ola bilməyən yer zərfidir. Çünki bu idarə əlaqəsində olacaq. Məsələn, deyirəm ki, orada dayanma. Gördüyünüz kimi, bu yelik hal şəkilçisi. Deməli, idarə əlaqəsi var. Ondan sonra, indi gəl bir dənə deməli, yanaşma əlaqəsinə aid nümunə yazım sizə. Yaxşı danışdı deyək. Yaxşı danışdı. Nə etdi? Danışdı. Necə, nə cür danışdı? Yaxşı. Tərz hərəkət zərfi və ya zərflidir. Gördüyünüz kimi bunun ikisi arasında xəbərlə, deməli, bunun arasında nə baş verdi? Yanaşma əlaqəsi oldu. İndi burada ox işarəsi necə göstəriləcək? Buradan bu tərəfə doğru yönələcək. Yanaşma əlaqəsində olan yaxşı sözü aiddir xəbərə, ondan asılıdır. Sonra bu oldu deməli bizim yanaşma, idarə və uzlaşma əlaqəmiz. Onu deyim ki, sizin proqramınızda uzlaşma əlaqəsi göstərilib, amma idarə və yanaşma əlaqəsi də düşür. Diqqətli olun. 2023-cü ilin abituriyent jurnalında belə bir sual yazılmışdı ki, gedin deməli cümlələrdə tabelik əlaqəsi müəyyənləşdirin. Tabelik əlaqəsi müəyyənləşdirin deyirsə, deməli siz uzlaşma, idarə və yanaşma əlaqəsinə baxmalısınız uşaqlar. Yəni bunlar da lazımdır. İdarə və yanaşma adını çəkmirlər. Deyirlər ki, qeydin cümlədə tabelik əlaqəsi müəyyənləşdirin. Artıq siz orada uzlaşmanı da tapmalısınız, idarəni də tapmalısınız və yanaşmanı da tapmalısınız. Ona görə də idarə və yanaşmanı da öyrənməyiniz vacibdir. Bura bir neçə dənə cümlə yazmışam. Bunların üzərində bir baxaq, təhlil eləyək. Biz dərsə hazırıq. Onu da qeyd edeyim ki, əgər cümlədə mübtədanı verməyiblərsə, onu bərpa eləyib, burada uzlaşma əlaqəsi var deməyin. Sizə nə veriblərsə, hansı cümləni veriblərsə, onun üzərində iş aparın. Dərsə hazırıq deyir. Mən baxıram ki, mübtəda yoxdur, bərpa da eləmirəm və deyirəm ki, uzlaşma əlaqəm yoxdur. Bu qədər bəsit. Gəlin baxaq. Biz dərsə hazırıq. Hazırıq xəbərdir. Kim? Biz. Biz nəyə hazırıq? Dərsə. Və gördüyünüz kimi, burada mübtəda və xəbər arasında uzlaşma əlaqəsi var və bunun şəxs xəbəri şəkilçisi aslı tərəfdədir. Burada deməli xəbər mübtədaya tabedir. Dərsə hazırıq. Yönlük halda olduğuna görə deməli bu idarə əlaqəsindədir. Nəyə hazırıq sualıdır və dərsə sözü xəbərdən asılı vəziyyətdədir. Gəlin başqa bir cümləyə də baxaq. O bugün gəlməyəcək. Nə etməyəcək? Gəlməyəcək. Kim o? O nə zaman gəlməyəcək? Bugün. O gəlməyəcək. Burada deməli uzlaşma əlaqəsi var. Mübtəda və xəbər arasında uzlaşma əlaqəsi olur. Nə zaman? Bugün gəlməyəcək. Və görürsünüz burada hal şəkilçisi yoxdur. Nə bilim, mənsubiyyət şəkilçisi yoxdur. Şəxs xəbəri şəkilçisi yoxdur. Və bunu əsasən də hər hansı bir şəkilçi qəbul etmədən birbaşa xəbərə yanaşıb. Ona görə deyirəm ki, burada yanaşma əlaqəm də var. Çox rahatdır, gördüyünüz kimi.
Sonra deyək ki, buna baxaq. Sən dərsi diqqətli oxu. Nə et, oxu, nəyi oxu, dərsi oxu, kim, sən, necə oxu, diqqətli oxu. Baxın, mübtəda və xəbər arasında uzlaşma əlaqəm var. Dərsi təsdiq yanlış şəkilsin qəbul eləyib. Cümlədə tamamlıqdır, idarə əlaqəsi var. Diqqətlə hər hansı bir qrammatik şəkilçi qəbul etmədən, qrammatik göstəricisi olmadan xəbərə yaxınlaşır. Bu da olacaq yanaşma əlaqəsi. Gördüyünüz kimi çox rahat dərsdir. Sonra uşaqlar, burada tək və cəm haqqında da sizə danışım. Mübtəda və xəbərin uzlaşması haqqında. Deməli, uzlaşma əlaqəsi deyir ki, mübtəda cəmdirsə, xəbər də cəmdə olsun. Bu qədər bəsit. Yəni, siz mübtəda görürsünüz cəmdir, onun xəbərini də cəmdə verməlisiniz. Təkdə verə bilməzsiniz. İndi inşallah irəliyən vaxtlarda keçəcəm mən sizlə qrammatik normanı. Qrammatik normanın tələbinə əsasən cansızların deməli mübtədası cəmdə ola bilər, amma xəbəri təkdə olmalıdır. Məsələn, deyək ki, burada baxın bunu. Payız gələndə yarpaqlar saralır. Mən buna saralırlar deyə bilmərəm. Bu zaman qrammatik normanı pozmuş olacam. Yəni, bu bir növ qaydadır. Əgər mənim mübtədam cansızdırsa, xəbərim də təkdə olmalıdır. Onu cəmdə verə bilmərəm. Əgər mən burada cansızda xəbərimi təkdə verirəmsə, qrammatik normanı gözləmiş oluram. Amma uzlaşma əlaqəsi pozulur. Uzlaşma əlaqəsinin tələbi nə idi? Mübtəda cəmdirsə, xəbər də cəmdə olsun. Amma qrammatik norma bunu icazə vermədi, izin vermədi. Buna görə də mən xəbərimi təkdə verməli oldum. İndi sizdən soruşsalar ki, bu formada verəcəklər cümlə, uzlaşma əlaqəsi harada pozulub? Gedin, orada cansız deməli mübtədası olan bir cümləni tapın. Yarpaqlar saralır. Deməli, burada artıq uzlaşma əlaqəm pozuldu. Çünki mübtədam cəmdə, amma xəbərim təkdir. Bu daha çox cansızlarda belə olur. Sonra uşaqlar, bunların deməli söz birləşməsi ilə ifadə oluna bilən deməli cümlələrimiz var bizim. Məsələn, baxın bu cümləni götürək. İndi mübtədamın və ya xəbərimin cəmdə olmasını əsasən müəyyənləşdirəcəm uzlaşma əlaqəsini. Nə etmişdi? Gəlmişdi. Kim gəlmişdi? Uşaqların hamısı gəlmişdi. Burada görürsünüz ki, mənim xəbərim təkdədir. İndi əgər xəbərim təkdədirsə, mən baxıram burada. İndi söz birləşməsini ifadə olunur, baxın mənim mübtədam. Baxıram onun əsas tərəfinə. Görürəm ki, hamısı təkdədir. Deməli, xəbərim təkdə olmalıdır. Uşaqların hamısı, bilirsiniz ki, ismi birləşmədir. Uşaqların sözü asılı, bu isə əsas tərəfdir. Söz birləşməsi mübtəda ifadə olunanda onun aslı tərəfinə baxmayın. Aslı isə yalnız söz birləşməsini yaratmaqda mənə kömək edir. Siz əsas hissəyə əsasən hərəkət etməlisiniz. Hamısı təkdirmi? Təkdir. Deməli, xəbər də təkdə verilməlidir. Bu qədər bəsit. Yəni, bunun xəbərinin tək və cəm olması necə biləcəksiniz? Gedəcəksiniz, deməli, söz birləşməsində əsas tərəfə baxacaqsınız. Əsas tərəf təkdirsə, xəbəri təkdə olmalıdır. Ona görə də bu fikir doğrudur. Ümid edirəm, mənim bu dediyim cümlələri, sözləri, izahı başa düşdünüz. Sonra uşaqlar, görək burada başqa sizə nə deyə bilərəm. İnsanlara aid olarsa əgər mənim cümləm, insanlara aid olarsa mütləq xəbərim cəmdə olmalıdır. Yəni, əgər mənim deməli mübtədam cəmdədirsə, xəbərim də cəmdə olmalıdır. Məsələn, bax, onlar yarışa yaxşı hazırlaşmışdılar. Burada insanlardan söhbət gedir və mənim xəbərim mütləq cəmdə olmalıdır. Mən bunu tək verə bilmərəm. Tək versəm qrammatik normanı pozmuş olacam. Sonra, atlar sürətli qaçır və ya qaçırlar şəklində də ola bilər. Heyvan anlayışı bildirəndə təkdə də ola bilər, cəmdə də ola bilər. Bu vaxt qrammatik norma qorunacaq, amma uzlaşma əlaqəsi pozulacaq. Onun tələbi nə idi? Mübtəda cəmdirsə, bir zəhmət xəbər də cəmdə olsun. Tələbi budur. Heyvanlarda təkdə də ola bilər, cəmdə də ola bilər. İnsanlarda əgər cümlənin mübtədam cəmdirsə, xəbərim də cəmdə olmalıdır. Cansızlarda isə mənim xəbərim mütləq təkdə olmalıdır. Çünki cəmdə verə bilmərəm. Cansızlarda alınmır və bu vaxt uzlaşma əlaqəsini pozmuş oluram. Sonra uşaqlar, görək burada sizə başqa nə izah eləyə bilərəm. Uşaqların hamısı sözündə, söz birləşməsində həm uzlaşma, həm də idarə əlaqəsi var. Uşaqların yerik haldadır.
Buna görə də idarə əlaqəsi var deyirəm. Hamısında S mənsubiyyətdir. Buna görə deyirəm ki, uzlaşma əlaqəsi var. Bu qədər bəsit. İndi burada ox işarəsini necə göstərəcək? Uzlaşma əlaqəsi olduğuna görə aslı tərəfdən əsas tərəfə yönələcək. İdarə əlaqəsində isə aslı tərəf birincidir, əsas ikincidir. Ona görə də ox bu şəkildə yönəlmiş olacaq. Ümid edirəm, anladınız. Bugünlük bu qədər. İndi keçək bunlardan bugünlük bu qədər. Bir qədər ardı haqqında məlumat verəcəm sizə. Uzlaşma əlaqəsi, kəmiyyət haqqında artıq danışdım. İndi keçək bunun şəxsə görə uzlaşması. Şəxsə görə pozula bilər. Şəxsə görə pozulma hansı hallarda olur? Bir, əlavə ilə xəbər arasında olur. Bir də xəbər şəxs əvəzliklərlə ifadə olunduqda olur. Baxın, biz qazanacağıq yazmışam. Biz uğur qazanacağıq. Gördüyünüz kimi, mənim şəxs əvəzliyim biz cəmdədir. Ona müvafiq şəxs xəbəri şəkilsi vermişəm. Amma kursun şagirdləri hissəsi, söz birləşməsi cümlənin əlavəsidir. Aid olduğu biz sözündən sonra gəlib, onun mənasını bir qədər konkretləşdirib və izah eləmiş olub. Mənasını bir qədər açıb, aydınlaşdırıb. Bu biz kimdir yəni? Biz kimdir, kimdən söhbət gedir o mənada. Və fikir versəz görürsünüz ki, biz birinci şəxsin cəmindədir. Mənim xəbərim də birinci şəxsin cəmindədir. Amma əlavəm üçüncü şəxsin cəmindədir. Buna görə də mənim əlavəmlə xəbər arasında uzlaşma əlaqəsi pozulmuş olur. Sonra, xəbər şəxs əvəzlikləri ifadə olunduqda da uzlaşma əlaqəsində şəxsə görə uzlaşma pozulacaq. Gələn sənsən, oxuyan mənəm, o mənəm, bu bizi şəklində. Bunu da yadda saxlayın. Çünki məsələn, gələn bu üçüncü şəxsədir, sənsənsə ikinci şəxsədir. Ona görə uzlaşma əlaqəsini pozmuş oluram. Sonra uşaqlar, bir şey yadda saxlayın ki, mübtəda, zərflik və tamamlıq bir-birlə sintaktik əlaqədə olmurlar. Buradan çıxan nəticəyə əsasən mübtəda, zərflik və tamamlıq nə ilə sintaktik əlaqədə olacaq? İki dənə cümlə üzvümüz qaldı. Təyin və xəbərlə sintaktik əlaqədə olacaqlar. Bunlardan xəbər bütün cümlə üzvlərlə sintaktik əlaqədə ola bilir. Bu zaman bir dənə mübtədadan asılı olur. Digər cümlə üzvləri isə xəbərdən asılı olmuş olacaqlar. Sonra, mübtəda və təyin arasında sintaktik əlaqə olanda mübtəda əsas olur. Mübtəda və xəbər arasında sintaktik əlaqə olanda mübtəda yenə əsas olacaq. Xəbərlə mübtəda arasında dedik, zərfliklə təyin arasında sintaktik əlaqədə zərflik əsasdır. Tamamlıqla təyin arasındakı sintaktik əlaqədə tamamlıq əsas tərəfdir. Amma bunlar xəbərlə sintaktik əlaqədə olanda aslı tərəfdə olacaqlar, xəbər əsas tərəfdə olmuş olacaq, əsas hissə olacaq. Bir də bəzən uşaqlar, onu deyim ki, təyin də əsas tərəf ola bilir. Bu nə vaxt olur? Qeyri-həmcins təyinlərdən istifadə eləyəndə. Qeyri-həmcins təyinlər arasında vergül qoyulmur və eyni cümlə üzvü ilə bağlı olmurlar. Baxın, nə etdi? Gəldi. Kim gəldi? Qız gəldi. Hansı qız? Papaqlı qız. Hansı papaqlı qız? Qırmızı papaqlı. Papaqlı sözü qıza aiddir. Qırmızı da papaqlı sözünə aiddir. Və gördüyünüz kimi bunlara qeyri-həmcins təyinlər deyirlər. Eyni cümlə üzvü ilə bağlı olmadı. Ona görə də biz bunlara qeyri-həmcins təyin deyəcəyik və bunlar arasındakı əlaqədə təyin əsas olacaq. Təyin də bəzən əsas məqamda çıxış eləyə bilir. Təyinlə təyin arasında əlbəttə ki. İndi gəlin bir neçə testimizə baxaq. Test üzərindən sizə izah verim. Hansı cümlədə uzlaşma əlaqəsi yoxdur? Baxın, indi burada mübtəda və xəbər üzərindən gedəcəyik. Necədir? Qədimdir. Nə? Şəhərimiz. Mübtəda və xəbəri var. Deməli, uzlaşma əlaqəm var. Bugün onu görməlisən. Nə etməlisən? Görməlisən. Kimi, onu, nə zaman, bugün. Bu yanaşmadır. Bu da idarə əlaqəsidir. Amma mənim uzlaşma əlaqəm yoxdur. Çünki mübtədanı verməyiblər. Sən mübtədasını versinlər, deyim ki, bəli, uzlaşma əlaqəsi var, amma verməyiblər. Biz evin damına çıxmışdıq. Nə etmişdik? Çıxmışdıq. Kim? Biz. Mübtəda və xəbəri var. Bundan da əlavə evin damı. Burada deməli mənsubiyyət şəkilsi var. Burada da uzlaşma əlaqəsi var. Eyni zamanda hal şəkilsi var. İdarə əlaqəsi də var.
Ağıllı başda tük qalmaz. Nə etməz qalmaz? Nə tük, nə də başda hansı ağıllı. Burada gördüyünüz kimi mübtəda və xəbərim var. Hal şəkilçisi var, idarə var. Bir də ki, yanaşma əlaqəm var. Bunu çıxaq. Sonra məktəb müqəddəs elm ocağıdır. Elm ocağıdır. Nə? Məktəb. Görürsünüz, mübtəda və xəbərim var. Eyni zamanda burada mənsubiyyət şəkilçim də var. Burada da uzlaşma əlaqəsi var. Mübtəda və xəbər arasında da uzlaşma əlaqəsini istifadə edilmiş olub. Müqəddəsdir ki, yanaşmadır uşaqlar. Elm qeyri-müəyyən yərik halda olduğuna görə idarə əlaqəsindədir. Sonra digərinə baxaq. Tabesizlik əlaqəsi işlənmiş cümləni müəyyən edin. Sadalamanı tapın. Özünüzü çox yormayın. Baxın, sadalama bir dənə bu cümlədə gedib. Baxaq, sizə deyim. Qocaman bir dağın təpəsindən çıxdıq. Burada. Yolu cəld və tələsik keçib gözdən itdi. Baxın, görürsünüz necə keçib? Cəld və tələsik keçib. Cəld və tələsik keçərək. Gördüyünüz kimi, baxın, burada sadalamadan istifadə edilib, digərlərində yoxdur. Burada tabesizlik əlaqəsi var. Özünüzü çox yormayın. Yəni, harada deməli, sadalama varsa, istəyir vergüllə, istəyir bağlayıcı ilə fərqi yoxdur. Orada deməli, tabesizlik əlaqəsini istifadə edilmiş olur. Nə etdi? Gözdən itdi. Necə gözdən itdi? Yolu cəld və tələsik keçərək. Feli bağlamanın tərkibində verilib sadalama. Hansı cümlədə sintaktik əlaqənin hər iki növü işlənmişdir? Gəlin baxaq, yenə sadalama axtaraq. Baxın, bir dənə sadalama burada gördüm. Onlar yarı şərq, yarı Avropa üslubu ilə bəzənmiş kiçik bir otağa daxil oldular. Nə etdilər? Daxil oldular. Kim onlar? Mübtəda və xəbər arasında nə var dedik? Uzlaşma əlaqəsi, bərabər uzlaşma. Sonra, haraya daxil oldular? Otağa. İdarə əlaqəsi var. Çünki yönükar şəkilsi var. Necə kiçik yanaşma əlaqəsi var. Hər hansı bir qrammatik göstəricisi çünki yoxdur. Necə bəzənmiş? Yarı şərq, yarı Avropa üslubu ilə bəzənmiş. Burada da uşaqlar gördüyünüz kimi cümlə üzvü olaraq yanaşma əlaqəsi var. Söz birləşməsinin tərkibində də sadalama olduğuna görə tabesizlik əlaqəsi var. Digərlərində sadalama yoxdur. Sonra, və məndən hər iki əlaqəsini istədi. Həm tabesizlik, həm də tabilik. Sintaktik əlaqənin hər iki növünü dedi. Tapdıq. Hansı cümlədə uzlaşma əlaqəsi yoxdur? Gəlin buna baxaq. O yaxınlarını müharibədə itirmişdi. Nə etmişdi? İtirmişdi. Kim o? Mübtəda xəbərim var. Biz bütün bunları nəzərə almalıyıq. Nə etməliyik? Nəzərə almalıyıq. Kim? Biz. Və gördüyünüz kimi burada uzlaşma əlaqəm var. Mübtəda və xəbərim var. Mən hər şeyi ölçüb bitmişəm. Nə etmişəm? Ölçüb bitmişəm. Kim mən? Mübtəda xəbərim var. Uzlaşma əlaqə var. Arzum həyata keçdi. Nə etdi? Həyata keçdi. Nə həyata keçdi? Arzum. Uzlaşma əlaqəsi var. Mübtəda və xəbərim var. Müsabiqədə qalib gəldik. Nə etdik? Qalib gəldik. Nədə qalib gəldik? Müsabiqədə. Və biz burada görürük ki, mübtəda verilməyib. Biz mübtədamız yoxdur. Buna görə deyirik ki, bəli, uzlaşma əlaqəsi burada yoxdur. Sonra, baş üzvlər arasında uzlaşma əlaqəsi hansı şəkilçilər əsasında formalaşır? Çox bəsit. Şəxs. Söz birləşməsi olsaydı, deyərdik ki, mənsubiyyət əsasında. Amma mübtəda və xəbərdir, baş üzvlər mübtəda və xəbərdir. Burada şəxs, yəni digər adı ilə xəbərlik şəkilçilər vasitəsilə. Əskərlik həyatı sınaq meydanıdır cümləsində neçə tabilik əlaqəsi var? Baxın, görürsünüz, bu şəkildə sizə düşə bilər, diqqətli olun. Baxaq indi. Sınaq meydanıdır, nə? Əskərlik həyatı. Mübtəda və xəbər varmı? Var. Deməli, uzlaşma əlaqəm var. Ondan sonra. İndi baxırıq söz birləşmələri daxilində. Sınaq meydanı. Mənsubiyyət varmı? Var. Deməli, uzlaşma əlaqəm var. Sonra, sınaq meydanı qeyri-müəyyən yərik haldadır, idarə əlaqəm var. Əskərlik həyatı ismi birləşmədir. Bunun birinci tərəfi qeyri-müəyyən yərik haldadır, idarədir. Mənsubiyyət şəkilsi var, uzlaşmadır. Deməli, bizim 2 dənə idarə əlaqəmiz, 3 dənə də uzlaşma əlaqəmiz oldu. Cavabımız olacaq A variantı. Amma sizə məsələn belə deyə bilərdi ki, deməli, cümlədə, cümlə üzvləri arasında neçə tabilik əlaqəsi var da deyə bilərdilər. Cümlə üzvləri arasında desəydi, bu vaxt deyəcəydiniz ki, sınaq meydanı xəbərdir, əskərlik həyatıdakı mübtəda. Mübtəda və xəbər arasında uzlaşma əlaqəsi var bir dənə.
Və yaxud deyə bilərdi ki, söz birləşməsi arasında neçə tabelik əlaqəsi var. O vaxt artıq cümlə üzvünə baxmayacaqsınız. Sınaq meydanıdır. Bunun arasını axtaracaqsınız ki, sınaq idarə, meydana uzlaşma, əskərlik həyatı, əskərlik idarə, uzlaşma da ki, həyatı. Burada deməli 2 idarə, 2 uzlaşma var, 4 dənə götürəcəksiniz. Yəni bu şərtə diqqətli şəkildə baxın. Müxtəlif formada sizdən soruşa bilər. Cümləsində dediyinə görə, söz birləşməsi və cümlə üzvləri şəklində ayırmadığına görə mən getdim, ümumi şəkildə baxdım. Həm cümlə üzvlərinə baxdım, həm də ki söz birləşmələrinə baxıb sintaktik əlaqəni müəyyənləşdirmiş oldum, tabelik əlaqəsini. Sonra musiqi həsiz ürəkləri titrədir cümləsində uzlaşma əlaqəsində asılı tərəf hansıdır? Nə edir? Titrədir. Nə titrədir? Musiqi, nəyi, ürəkləri, necə həssas? Bu idarə əlaqəsidir uşaqlar. Çünki təsirkanın şəkilsi var. Bu yanaşmadır. Hər hansı bir qrammatik göstəricisi yoxdur. Titrədir xəbərdir. Musiqidə mübtədadır. Deməli, baxıram ki, mübtəda və xəbər arasında əsas tərəf nədir? Mübtədadır. İndi aslı tərəfdə xəbərimdir. Ox da aslı tərəfdən əsas tərəfə doğru yönəlmiş olur. Deyirəm ki, burada mənim deməli uzlaşma əlaqəsinin aslı tərəfim xəbərdir, titrədir. Sonra gəlin buna baxaq. Hansı bənddəki söz birləşməsində obyekt tabelik əlaqəsinin aslı tərəfidir? Obyekti istəyir bizdən. Kitabı oxumaq. Baxın, elə bu özü deməli obyektdir. Obyektlər daha çox təsirkarlı olur. Tezdən duran yanaşmadır. Tərz hərəkət zərfliyidir. İrəli yer zərfliyidir. Deməli, bu da yanaşmadır. Çox danışan, bu da yanaşmadır. Kəmiyyət zərfliyidir. Evə gedəndə isə idarədir. Amma burada yer məzmunu daşıdığına görə götürmüş olmuram. Yanaşma əlaqəsi bir dənə yer zərfində, zərfliyində ola bilmir. Digər bütün zərfliklərdə ola bilir. Hansı bənddə tabelik əlaqəsinin yaranmasında hal şəkilsi iştirak etməmişdir? Baxın, fikir verirsinizmi? Yenə, demir daha hansı idarə əlaqəsində deyil. Sadəcə deyir ki, hansı hal şəkilsində iştirak etməyib, yəni qəbul etməyib deyir də. Biz bilirik ki, artıq hal şəkilçiləri harada olur? İdarə əlaqəsində. Hal şəkilsi varsa idarə ələqəsi də var. Dağdan enə, çıxışı qal şəkilsi, həkimin məsləhəti yiyəlik, kəndimizin yolları yiyəlik, gözlərdə kədər, deməli yerlik al. Birdən dinləmək, necə, nə cür dinləmək, tərz hərəkət zərfidir və burada yanaşma əlaqəsi var. Bu qədər bəsit. Görürsünüz necə rahatlıqla tapdıq. Hal şəkilsi hansında yoxdursa, deməli o idarə əlaqəsinə deyil. Sizdən baxın, idarəni istəyir, amma adını çəkmədən dedi. Testdə bu formada düşə bilər, diqqətli olun. Hansı üzvlər bir-birlə sintaktik əlaqəyə girmir? Bayaqlar bu haqda danışdıq. Burada deməli tamamlıq və zərflik bir-birinə sintaktik əlaqəyə girmir. Həmçinin bura mübtədadan da aid edə bilərik. Bunlar belə yadda saxlayın, bir-birinə yola getmirlər. Mübtəda. Bugünlük dərsimiz bu qədərdir. Ümid edirəm ki, sizə aydın oldu. Testlər üzərində də izah verdim ki, sizə bir qədər daha rahat olsun. Sağ olun uşaqlar.